Bugün barkodun qarşısı rəngli obrazlarla doludur. Hamısı həyəcanla içəri daxil olmağa çalışır. Deyəsən cümə kampaniyası başlayıb. Gənclər smartfon seçimində qərarsızdılar. Yaman mübahisə edirlər. Görək kimin sözü keçəcək. Onlar uzun müddətdir axtardıqları şərti barkodda tapıblar. İndi növbə paltar yuanı seçməkdədir. Aha, burada artıq notebook seçilib. Üzlərindən bilinir ki, qərar budur. Ailə arasında məsləhətləşmə gedir. Onlara müdaxilə etməyək. Onsuz da sonda bir qərara gələcəklər. Növbəti qəhrəmanımız da çox düşünmədi deyəsən. Televizorunu artıq seçib. Mebel bölməsində də artıq cütlük öz seçimini edib. Xeyirli olsun. Sonda sözü verək barkod qəhrəmanımıza. Barkodda seçim də çoxdur, fürsət də çoxdur. Sən də gəl, kampaniyadan yerində faydalan. Hələlik!